İbrahimi sazişi deyirlər buna Bəli. və birləşmə. Bu bilirsiniz vaxtı ikən hələ Trump dönəmində bunun qahəsi nədir? Səmi millətlər, yəni Semit millətləri. Bunlara aid kimdir? Yahudilər, ərəblər, ərəblərin içində müsəlmanlar, ərəblərin içində xristianlar. Yəni orada xristian toplumlarının da əksəriyyəti ərəbdir. Faktiki olaraq bunlar hamısı bir irqdilər. Bir qismi Yahudidir, yəni bir dinə baxır, bir qismi müsəlman, ərəb, bir qismi xristiandır. Bizim bu sazişdə qoşulmağımız türk olaraq və hətta bilirsiniz ora dəvət olunur Özbəkistan və Qazaxstan. Bu, mən bilən bizim o Turan vizyonumuz var da, böyük bir layihələr var. O ona zərbə yetirə bilər. Nəyə görə bu İbrahim sövdələşməsində o qədər mürəkkəb proseslər və problemlər var ki, biz ora tərəf qoşularaq o tərəflərin problemlərini üzərimizə çəkə bilərik. Yəni biz orada seçim etməliyik. Əksər ərəb ölkələri bəyənmir o projeni. Ətrafda yaşayan böyük ərəb ölkələri, müsəlman dövlətləri var, hətta Əfqanistana kimi.